Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə güldəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ümummilli liderin ömür gün yoldaşı, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güldəstələri düzülüb. Ulu Öndərin xatirəsi Bakıda Respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, eləcə də xarici ölkələrdə dərin ehtiramla anılır. Bugün səhər saatlarından başlayaraq müxtəlif idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbiçilər, Qarabağ müharibəsinin veteranları, paytaxt sakinləri fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edirlər. Dahi şəxsiyyətin vətən və xalq qarşısında misilsiz xidmətləri bir daha minnətdarlıq duyğuları ilə xatırlanır. Müasir tariximizin bütöv bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. O, bütün ömrünü canından çox sevdiyi Azərbaycanın inkişafına həsr eləyib. Qarabağın azadlığa qovuşması, dövlət suverenliyimizin tam bərpası əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategiyasının məntiqi nəticəsidir. Fəxri xiyabanda yaşanan izdiham da Azərbaycan xalqının öz böyük oğluna vəfa borcunun ifadəsidir. Ulu Öndərin müdrik siyasi kursunun nəticəsi olaraq ölkəmizdə tolerantlıq ənənələri də dirçəlib, yeni məna və məzmunla zənginləşib. Fəxri xiyabandakı izdiham bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlblərdə daim yaşayacaq.